Yeni videodan hamıya salam. Bu dəfəki videoda xəritələrlə necə işləmək lazımdır, onu izah eləyəcəm. Əslində bu playlistin ilk videosu bu olmalı deyildi. Ümumiyyətlə planda bu playlistə tez başlamaq yox idi. Amma uşaqlar qrupdakı dostlarımız, əsas da yeni gələnlər xəritələrlə işləməkdə çətinlik çəkirdi. Ona görə bunu tez çəkməli oldum. Və başlayaq onda videomuza ki, xəritələrlə necə işləməliyik. Ümumiyyətlə bu playlistdən də danışım ki, bu playlistdə sırf yəni qrupdakı siqnallara necə girməliyik, qrupdakı analizləri necə istifadə etməliyik və sair ilaxır bu kimi şeylərlə bağlı olacaq playlistdəki bütün videolar. Belə, keçək videoya, xəritələrlə necə işləmək lazımdır. Məsələn, bəzən görürsünüz ki, mən siqnal əvəzinə belə bir xəritə göndərirəm ki, bizim belə bir bay zonalarımız var. 4850, 4833 və sair ilaxır. Altından yazıram ki, bay zonası və yaxud sel zonası. Bunu görəndə siz bu zonaları necə istifadə etməlisiniz? Məsələn, keçən dəfə mən zona atmışdım. Zona $10 aşağı düşdükdən sonra, yəni $10 giriş açdıqdan sonra 120 pips profit vermişdi. Lakin bəziləriniz qrupdan, o qrupda olanları bəhs edirəm ki, bundan zərər eləmişdilər, erkən stop olmuşdular. Ona görə də indi bu videonu çəkirik ki, zonanı necə seçməliyik xəritədə. Tutaq ki, mən bir X nöqtəsindən qrupda xəritə vermişəm. Məsələn, bunu deyək ki, 5000 zonasıdır. 5000 zonasından xəritə vermişəm. Demişəm ki, 5000 bizim deməli, tutaq ki, bay zonamızdır. Bay zonası. Biz o zaman girişlərimizi necə eləməliyik? Bizim burada etməli olduğumuz ən birinci şey odur ki, verilən zonadan ortalama $15 böyüklüyündə zona seçməliyik. Yəni biz 5000-dən 4985-ə qədər zonamız olmalıdır. Stopumuz gəlib düşməlidir 4985-lərə. Və eyni siqnaldakı kimi girişləri doldurmalıyıq. Yəni 5000-dən başlayıb hardasa bir 7-8 dollarlıq girişlər edib və yaxud nə bilim $10 girişlər edib stopumuzu da qoymalıyıq. Dediyim kimi $15 zona hara düşürsə sonu. Məsələn 5000-dədirsə əgər xəritəmiz düşür 4985-ə. Stopumuzu da ora təyin etməliyik. Yəni xəritə işləyəndə bizim etməli olduğumuz ən vacib şey, bir nömrəli şey budur. Yəni eyni siqnalda hansı məntiqlə işləyiriksə o. Birincisi zonamızı $15 böyüklüyündə seçməliyik ortalama. Stopumuz oralara düşməlidir. İkincisi də siqnallardakı kimi ilk girişdən başlayıb son girişlərə qədər uyğun olaraq əməliyyatlar açmalı. Ekran yandı, ona görə düzəməli yazıram. Nə yazdım mən? Uyğun olaraq əməliyyatlar. Uyğun dediyim nədir? Yəni ki, ilk girişdən məsələn bir dənə, ikincidən 2 dənə hansı sistemlə işləyirik? Yəni artıra girişləri açırıq da, o sistemdən aça bilərik. Və soruşa bilərsiniz ki, axırıncı girişimiz hara olmalıdır? Yaxşı, stopu bildik $15. Bəs axırıncı girişimiz hara olmalıdır? Zonamız daha böyük olduğuna görə siqnaldan. Məsələn, siqnalda 6 dənə girişsə, burada da hardasa 8-9 giriş, ortalama 8-9 giriş götürə bilərsiniz. 8-9 giriş. Bunu da bura qeyd edeyim. Dördüncü məsələ nədir? Fikirləşə bilərsiniz ki, $15 zona böyükdür, balansınız dözməyə bilər və yaxud balansınız dözsə belə, bunu artıq böyük bir zərər kimi qəbul edə bilərsiniz. Yaxşı, bəs bundan nə etməlisiniz? Vacib deyil ki, hər $1 bir əməliyyat artırasınız və yüklənəsiniz. Belə eləyə bilərsiniz ki, məsələn $2 bir giriş eləyəsiniz, $3 bir giriş eləyəsiniz. Əsas odur, mənə vacib olan odur ki, verdiyim zonanı doldurasınız və stop lossunuzu düzgün təyin eləyəsiniz. Yəni ən vacib olan budur. Əsas o zona boyunca müəyyən əməliyyatlarınız olsun ki, siz müəyyən qədər qalxışdan artıq profit götürüb oradan çıxa biləsiniz. Yəni vacib deyil ki, hər $1 bir giriş eləyəsiniz. Zona böyük deyə $2 bir də falan da girişlərimizi artıra bilərsiniz. Və bir də heç vaxt ilk girişdən yüklənmirik. Ən əsas məsələ budur. Yekunda nə qaldı? Fikirləşirəm. Böyük ehtimal heç nə qalmadı. Yəni bu dediklərimə tam olaraq riayət eləsəz, inşallah xəritələrlə də
tam olaraq işləyə biləcəksiniz. Hə, bir dənə o qaldı ki, dediyim kimi yenə siqnal prinsipi ilə işləməliyik. Hansı ki biz siqnalı nə edirik? 40 pipsdə, 30 pipsdə, 50 pipsdə əməliyyatlarımızı break-even edirik. Həmçinin burada da ən sonuncu girişimiz harasa, ən sonuncu bazarın qiyməti hara gəlibsə, yəni girişdə, oradan 30-50 pips arası qalxışda, arası profitdə olanda nə edirik? Break-even edirik. Bunun da səbəbi nədir? Belə eləyəndə biz həm az da olsa qazanc götürürük, həm pis əməliyyatlarımızdan, yuxarıdakı əməliyyatlarımızdan xilas oluruq, həm də sıfır risklə ticarət edirik. Həm yəni xeyirdə oluruq, həm əməliyyatlar yuxarı uçsa, daha da yaxşı sıfır risklə böyük qazanclar əldə edəcəyik. Əgər olmasa da, zonamız uğursuz olsa belə, bizim əməliyyatımız uğurlu olacaq. Yəni biz stop olmayacağıq. Necə ki, mən qrupda bəzən görürsünüz, əməliyyatlarımız 50 pips, 60 pips verir, ondan razılaşırıq. Bəzən ola bilər ki, yəni zona işləməyib, amma nə olsun, biz break-even etdiyimiz üçün, o zonadan 50-60 pips profitlə razılaşıb çıxdığımız üçün bizim üçün o əməliyyat uğurlu hesab olunur. Çünki az da olsa profit götürürük və əməliyyatımız sıfır risklə yekunlaşır, yerdə qalan əməliyyatlarımız. Yəni buna da mütləq əməl eləyin ki, yəni bu o demək deyil ki, zonalar hər dəfə 200 pips, 150 pips verəcək və yaxud 300 pips. Bəzən elə ola bilər ki, 50-60 pipslə qane olmalı olarıq. Ona görə də ən yaxşı variant odur ki, bu 30-50 pips arası profit olanda biraz profit götürüb qalan əməliyyatları da 100 pipslərə falan sıxmaq. Belə. Xəritə ilə işləmək üçün başqa əlavə bir xüsusi bir etməli olduğunuz heç nə yoxdur. Əsas bu dediyim şeylərə əməl eləyin. Zonanın böyüklüyü və s. ilə axır, yəni danışdıqlarım. Bunlara əməl eləyin, inşallah xəritələrlə tam rahat işləyə biləcəksiniz. Yenə də nəsə sualınız olsa, yorumlara yaza bilərsiniz və yaxud mənə Telegramda yaza bilərsiniz. İnşallah hamısını cavablayacağam. Belə, növbəti videolarda görüşərik inşallah. Ümidvaram ki, video sizə aydın oldu, kömək olacaq. Belə, sağ olun.